Salam dəyərli müəllimlər, hər birinizi xoş gördük. Bugün sizlərlə istərdim ki, aprel təkrar qruplarımız haqqında və həmçinin ondan sonra hardasa təxminən 15 apreldən sonra 20 aprel tarixində başlayacaq olan sınaq qruplarımız haqqında qısa bir məlumat verim. Aprel təkrar qrupumuz xatırladım ki, həftədə 5 dəfə olmaqla həyata keçiriləcəkdir. Mükəmməl bir sistem qurmuşuq, tam fərqli bir sistemdir. Dərslərimizdə olanlar artıq bu sistemlə tanışdılar. Deməli necədir? Bizdə aprel təkrar qrupunda imtahana qədər olan həm MIQ, həm də sertifikasiya proqramından söhbət gedir. Burada həm MIQ aiddir, həm də sertifikasiya aiddir. Birinci hissə və ikinci hissə proqramımız paralel aparacaq. Yəni, siz ayrılan dərs günlərində həm birinci hissədən, məsələn, düz xəttini götürəndə, növbəti dərsdə ikinci hissədən elektriki götürəcəksiniz. Sonraki dərs, məsələn, birinci hissədən çevrəni götürəndə, ikinci dərs artıq ikinci hissədən ikinci mövzu olan elektrik tutumunu götürəcəksiniz və bu şəkildə dərslər davam edəcəkdir. Belə olanda siz harada qazanmış olursunuz? Bildiyiniz kimi, fizikada ikinci hissənin mövzuları daha ağırdır və bunu axıra saxlayanda istər-istəməz müdavim çətinlik yaşayır. Həmçinin də birinci hissəni təkrar edəndə, ikincisi arxa planda qalanda sınavlar işləyəndə də motivasiya düşüklüyü baş verir və biz bunu ona görə eləmişik ki, həm birinci hissə, həm də ikinci hissə ağır, paralel gedəndə bu müəyyən qədər ağırlıq aradan qalxır. Yəni, siz ağır mövzunu axıra saxlamırsınız, çünki axırda həm imtahan vaxtları çıxanda müdavimlər biraz motivasiyadan həm düşürlər, həm bir həyəcan yaranır. Ona görə də nə qədər ki, imtahan vaxtları açıqlanmayıb, bu ağır mövzular aradan çıxartmaq lazımdır. Həmçinin də sınav qruplarında da iştirak edən zaman ən azından birinci və ikinci hissədən anlayış olmalıdır ki, müəllim ümumi sınavları işləyə bilsin. O baxımdan bu sistemi tətbiq eləmişik. Demək olar ki, bu qruplarda belə deyək də, işlənən vəsaitlər arasında yoxdur, açıq deyilsin. Yəni, orta məktəb, mən bir çəkmək istəmirəm, biraz iş sirridir deyə. Amma dərslərimizə qoşanlar bilirlər ki, milli vəsaitlərimiz, əlavə olaraq DİM-in bütün vəsaitləri işlənir. Sonra, məsələn, kimsə deyir ki, mən çətin suallar işləmək istəyirəm. Onları da nəzərdə tutmuşuq. Əlavə dərsimizdə çətin tipli, xüsusi olaraq mənim tərəfindən yığılan müxtəlif ədəbiyyatlardan, xarici ədəbiyyatlardan daha çox testlər işlənilir əlavə dərsdə. Yəni, onlar sırf, belə deyək də, daha çox MIQ-ə hazırlaşan müəllimlər üçündür. Sertifikasiya o qədər önəmli deyil, amma kimsə desə ki, yox, mən sertifikasiyaya hazırlaşmaqla paralel həm də özümü təkmilləşdirirəm, daha dərin öyrənmək istəyirəm, problem yoxdur. Yəni, onlar da o əlavə dərslərdən yararlana bilərlər. Yəni, bir sözlə, həm imtahana hazırlaşmış olacaqsınız qarşıdakı bu müddət ərzində, həm də özünüzü daha da təkmilləşdirə biləcəksiniz. Sonra, həmçinin də bu ümumi sınav qruplarına da qoşacaqsınız. Birazdan sınav qrupu haqqında məlumat verim. Yəni, həm mövzuları paralel gedə-gedə birinci və ikinci hissəni, həm də sınav qruplarından da yararlanaraq mövzunu daha da puxtələşdirəcəksiniz. Digər tərəfdən, aprel təkrar qrupumuzun digər bir üstünlüyü də ondadır ki, bizdə, belə deyək də, hər həftə dərslər nümunə izahlar şəklində müəllimlərə göndərilir. Yəni, tutaq ki, müəllim nümunə izahları nə nəzərdə tuturam? Evə verilən testin izahlarını müəllimə mən göndərirəm. Müəllim o izahlardan yararlanır və izahları dinləyəndən sonra burada evdə də vaxt itkisi yaşanır. Tutaq ki, evə götürmüşük 2 dənə vəsait. 2 dənə vəsaitin müəllim otursun testlərini eləsin, onun mövzusunu mu dinləsin, düzdür, vaxt azdır da istər-istəməz. Onun yerinə müəllim neynəsin? Mövzu izahına vaxt ayırsın, nəzəriyyəni qəşəng mənimsəsin. Testləri işləyən zaman biri var, əlinizdə heç bir izah olmasın, sadəcə oturasınız bir testin üzərində, məsələn, 10 dəqiqə zaman sərf edəsiniz. Belə olanda 2 dənə vəsait işləmək təbii ki, qeyri-mümkün görünür. Amma nümunə izahlar qarşınızda olanda Namiq müəllimin izahları, hətta bəzi suallar var ki, orada 3-4 üsulla izah olunub. Qəşəng çayınızı, kofenizi süzürsünüz, qoyursunuz qarşınıza, işləyən zaman baxırsınız, eləyə bilmədiniz, izaha baxırsınız, eləyə bilmədiniz, izaha baxırsınız. Belə olanda həm dərsə sual az qalır. Artıq bunu biz sınavdan keçirmişik. Yəni, tam səmimi deyim ki, demək olar ki, qruplarımızda biz 1 saatı, hətta 2 dənə vəsaiti bitirə bilirik rahat şəkildə və qalan 1 saatdan indirik 2 saatlıq dərs müddətində əlavə imtahan tipli suallar işləyirik. Yəni, hər dərs bu sistemi tətbiq edəndə demək olar ki, siz hər dərs əlavə imtahan tipli suallar işləyəcəksiniz və bu sistem üçün təbii ki, daha da xeyirli olacaqdır. Belə, mövzuların hər birinin həm izah videosu göndərilir, həm də qaydaların sistemli şəkildə heç bir kitabda olmayan məlumatlar bir arada sizə göndərilir. İstəsəz vaxtınız varsa video izahlardan yararlanırsınız, istəsəz qayda PDF-indən də yararlana bilərsiniz. Belə, bu bizim oldu aprel təkrar qrupumuz, yəni mükəmməl bir qrupdur. Bu qrupa bildirim ki, sonradan qoşulmaq olmayacaq. Açıq deyim mən sizə,
Yəni mən sonradan müdavinləri qəbul eləməyəcəm. 15 aprelə kimi qeydiyyatdan keçənləri qoşacağam. Ondan sonra müdavin qəbulu bu qrupa dayanacaqdır. Siz çalışın ki, mütləq şəkildə zamanında bu aprel qrupuna qoşulasınız. Yəni bu sizin üçün çox önəmlidir. Sonradan yəni heç kim deməsin ki, Namiq müəllim mən eşitmədim, xəbərim olmadı. Yəni ona görə də bu məlumatlandırıcı videonu paylaşıram ki, hər kəs zamanında tərpənsin və bu qruplara qoşulsun. Bir daha da xatırladıram, aprel qrupu həftədə 5 dəfə olacaqdır, nə az, nə çox. Yəni deyərdim ki, imtahana qədər bu son şansınızdır. Yəni sizə bir dərman olacaq bu qrup. Tam səmimi deyirəm. Yəni həqiqətən orada qurulan dərs sistemi şəxsən mənim özümə belə çox mükəmməl gəlir. Yəni o dərs sisteminə ayaqlaşan müdavim sadəcə olaraq məsuliyyətli olması kifayətdir ki, imtahanda geçsin, uğur qazansın. Oldu. Görüşənə qədər.